Xocavənd rayonunda aparılan tikinti işləri ilə bağlı narahat edici hallar müşahidə olunur. Məlumata görə ABŞ adlı bir şəxs özünü icraçı direktor kimi təqdim edərək rayonda gedən bir sıra tikinti işlərini tender adı altında həyata keçirir və bu işlərə bir neçə işçi cəlb edir. Lakin cəlb olunan işçilərin çox güman ki, əmək müqaviləsi yoxlanılmır, yəni əmək müqaviləsi yoxdur, onların sosial sığortası təmin edilmir. Bu cür hallar ölkəmizdə mövcud olan əmək qanunvericiliyinə, eləcə də hüquqi dövlət prinsiplərinə ziddir. İşçilərin əmək hüquqlarının pozulması onların sosial müdafiəsiz qalmasına, gələcəkdə ciddi problemlərlə üzləşməsinə səbəb olur. Əmək müqaviləsi olmadan işlədilən və sosial sığortadan kənarda qalan şəxslər dövlət tərəfindən nəzərdə tutulan hüquq və təminatlardan məhrum edilirlər. Xüsusilə azad olunmuş və yenidən qurulan ərazilərdə aparılan tikinti işlərində qanunçuluğa riayət olunması, şəffaflıq və məsuliyyət əsas prinsip olmalıdır. Əks halda bu cür qanunsuz fəaliyyətlər ictimai narazılığa və sosial ədalətsizliyə yol açır. Bu səbəbdən üzümüzü bütün güc strukturlarına və aidiyyatı dövlət qurumlarına tutaraq xahiş edirik ki, Xocavənd rayonunda ABŞ adlı şəxsin həyata keçirdiyi tikinti işləri, işçilərin əmək münasibətləri, əmək müqavilələrinin bağlanması və sosial sığorta məsələləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən ciddi şəkildə araşdırılsın və qanun pozuntuları aşkar edilərsə, lazımi tədbirlər görülsün. Qanun hamı üçün birdir. Heç bir şəxs əmək hüquqlarını pozmaqla məsuliyyətdən kənarda qalmamalıdır. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.